Başlayaq 6.1-ci sualdan. Bu arada bu qəbul mətnidir uşaqlar. Məncə çətin deyildi. Düzdür, bu ildə biraz çətinləşdiriblər, amma bu səhv eləmirəmsə 2024-ün qəbuludur. Çətin deyil, yəni asan mətndir. Başlayaq 6.1-dən. Deyir ki, each room in the hotel located in Los Angeles has its own title. Los Angelesdə yerləşən oteldəki hər bir otağın özünün deyir titulu var idi. Gəlin baxaq. Deməli, burada diqqət yetirsək, yazılıb ki, each room has a name. Orada mənə yol göstərən söz bu each room sözüdür. Hər otağın özünün adı var idi. Burada da deyir ki, hər otağın özünün öz titulu var idi. Own uşaqlar, əgər bilmirsinizsə, öz deməkdir. Öz yaxud da özəl deməkdir. Onda 6.1 olacaq true. 6.2-yə baxaq. Yazılıb ki, the hotel and Los Angeles are situated closer than 5 miles. Otel və Los Angeles situated yerləşirdi, closer daha yaxın, 5 mildən daha yaxın yerləşirdi. Mənə yol göstərən söz, əgər rəqəm varsa rəqəmdir. 5 mil. Amma mətnə geçsək, mətndə baxsaq, səhv eləmirəmsə 10 miles yazılmışdı. Görək hansı hissədədir o? Yazılıb ki, 10 miles outside Los Angeles. Los Angeles'dən 10 mil uzaqlıqda, 10 mil uzaqlıqda. Amma burada yazılıb ki, 5 mildən daha az idi. Axı 5 mildən az deyildi, 10 mil idi. 10 mil uzaqlıqdaydı. Onda 6.2 nə olacaq? False. 6.3-ə baxırıq. Guests at the hotel can experience. Oteldə olan ziyarətçilər təcrübə eləyə bilərdi. Nəyi? The lives of famous people. Məşhur insanların həyatlarını. Ümumiyyətcə, mətndə ondan danışılırdı ki, oteldə otaqlar ayrılmışdı və hər bir otaq bir məşhura aid edilirdi. Elə ki, həmin otaqda həmin məşhurun həyatını canlandırırdılar. Burada da deyir ki, ora gedən insanlar, ziyarətçilər, məşhur insanların həyatlarını təcrübə eləyə bilərdi. Üçüncü ablasa baxsaq, üçüncü ablasda deməli hansı hissədəydi? Yazılıb ki, when you enter the room, sən otağa daxil olanda, you enter the life of that person, sən həmin insanın həyatına daxil olmuş olursan. Və orada deyir, hər yerdə onların şəkilləri var idi və s. Deməli, 6.3 nə olacaq? True olacaq. 6.4-ə baxırıq. The hotel serves the same breakfast. Otel deyir ki, eyni səhər yeməyini servis eləyirdi bütün ziyarətçilər üçün. Without any exception, heç bir istisna hal olmadan bütün ziyarətçilər eyni səhər yeməyini yeyirdi. Amma zaten mətnin məzmununu başa düşə bilsəz, daha doğrusu əsas məzmun tutsaydınız, bilərdiniz ki, 6.4 tamamilə səhvdir. Niyə? Çünki hər otaqda bir dənə məşhuru canlandırırdılar və hər məşhurun özünün öz sevimli yeməyi var idi. Məsələn, bax, yazılıb ki, what would Elvis Presley eat for breakfast? Elvis Presley səhər yemək üçün nə yeyirdi? Deyir ki, pankeklə strawberry ice cream, pankek və çiyələk marojnasını yeyirdi. Amma Einstein otağına daxil olanda, Einstein's room guest is eating cabbage soup, kələm supu yeyirdi. Amma burada yazılıb ki, the same breakfast, eyni səhər yemək yeyir. Onda 6.4 tamamilə səhvdir. Olacaq false. 7-yə baxaq. Yazılıb ki, what is the distinctive feature? Yoldaşlar, distinctive sözünün mənası fərqli deməkdir. Əgər bilmirsə qeyd eləyin. Fame hotelin fərqləndirən özəlliyi nə idi deyir? Əslində mətnə baxsaq, deməli, mətndə yazılmışdı ki, every room in the hotel, deməli, həmin sahardaydı. Üçüncü abzasda. Ümumiyyətcə, bunun konkret cavabı yoxdur. Sadəcə bayaq dediyim kimi. Məsələn, bax, bu abzasa baxsa, deyir ki, sən həmin otağa daxil olanda, həmin insanın həyatına daxil olmuş olursan. There are pictures everywhere. Hər yerdə şəkillər var idi. The owner of the hotel, otelin başçısı, yəni sahibi, tried to fill the room with objects, clothes, even food that he thinks the stars would have liked. Otelin deyir otaqları nə ilə doldurmuşdu? Obyektlərlə, paltarlarla, hətta qidalarla. Hansı ki deyir o düşünürdü ki, həmin starlar onu xoşlayır. Deməli, otelin öz özəlliyi nə idi?
Hər bir məşhura özəl otaqların hazırlanması. Gəlin baxaq. Yazılıb ki, A-da guests at the hotel have the unique opportunity to meet and interact with famous celebrities. Bu hissəyə görə səhvdir. Yazılıb ki, oteldəki ziyarətçilərin həmin məşhurlarla görüşmək və söhbətləşmək imkanı var idi. Xeyr, oteldə insanların canlı halı yox idi ki, sadəcə olaraq onlara özəl otaqlar tasarımlanmışdı. A variantı tamamilə səhvdir. A-nı çıxırıq. Every room in the hotel is carefully designed. Diqqətli şəkildə dizayn olunmuşdu bütün otaqlar. Və deyir ki, decorated to reflect the lifestyle. Həyat tərzini, sonra achievements, nailiyyətləri və həmin məşhur insanın şəxsiyyətini əks elətdirən şəkildə dekor olunmuşdu. Düzdür, B variantı tamamilə düzdür. B-ni götürürük. Cavab B-dir. Sonra baxırıq 8-ə. 8-də mənə yol göstərən söz Mike Tyson room'dur. Deyir ki, Mike Tyson otağında guest-kən ziyarətçilər nə eləyə bilərdi? Gəlin mətndən Mike Tyson'ı tapaq, görək orada nə eləyə bilərdilər. Mike Tyson'ı mən burada görürəm. Deməli, yazılıb ki, you will be able to practice. O hissə hardaydı? Bir dəqiqə baxım. Boxing olan hissə hardaydı Mike Tyson'da? Bayaq tapmışdım, itirdim. Hə, de burada. If you choose Mike Tyson's room, yuxarıdakı bu Mike Tyson adı məni çaşdırdı. Deyir, əgər sən Mike Tyson otağını seçsən, you will able to practice. Sən orada praktika edə biləcəksən. Nəyi? Boxing in one corner of the room. Otağın bir küncündə boxingi. Onda 8-ci sualda cavab nə olacaq? C variantında elə mənə boxing sözü yol göstərir. Yazılıb ki, you will have the chance, sənin şansın olacaq. Nəyə görə? Boxingi praktik eləməyə görə. In a dedicated corner of the room. Otağın bir küncündə ona həsr olunan. Əgər bu sözü bilmirsə, qeyd eləyin uşaqlar. To dedicate sözü həsr etmək deməkdir. Çox işlənən sözdür. Bir dedicatedir, bir də devote sözüdür. Və hər ikisi to preposition ilə işlənir. Nəyəsə həsr olunmaq və yaxud da kiməsə həsr olunmaq. Qabağına yazıram həsr etmək. Bilmədiyiniz sözləri qeyd eləyin. Sonra mən soruşanda biləsiniz. Cavab olacaq C variantı. Sonra baxırıq 9-cu sözə. 9-cu sözdə bizdən expand sözünün sinonimi, daha doğrusu açılışını soruşur. Expand sözünün mənası genişlənmək və yaxud da böyümək deməkdir. Yayılmaq da, yəni genişlənmək, yayılmaq. Elə cavab A variantı olacaq məncə. To make something bigger, bir şeyi böyük etmək və yaxud da böyütmək. Cavab olacaq A. B variantında yazılıb ki, to move something to a new location, bir şeyi yeni yerinə aparmaq, hərəkət elətdirmək. C-də deyir ki, change something into a different form, bir şeyi müxtəlif formaya salmaq, dəyişdirmək. To sell something to new customers, yeni müştərilərə yeni şeylər satmaq. Yerdə də deyir ki, terminate a business suddenly. Hər hansısa bir biznesi qəflətən sonlandırmaq. Terminate sözünün mənası sonlandırmaq deməkdir. Belə advanced sözləri özünüzdə qeyd eləyin. Ona baxırıq. Mətndə hansı suala cavab var deyir. Birdə deyir ki, what are the total number of rooms that are available for guests at the Fame Hotel? Fame Hoteldə aktiv olan ümumi otaqların miqdarı nə qədər idi? Əslində bu sual çox asandır. Mətnin ikinci abzasında yazılmışdı ki, in total, ümumilikdə, the Fame Hotel, hara getdi? The Fame Hotel has 32 rooms. 32 dənə otağı var idi. Onda 10-cu sualda biri götürürük. Birinin cavabı var. 2-yə baxıram. 2-də soruşur ki, at what time does the Fame Hotel officially open its doors to welcome guests? Deyir ki, nə vaxt? Mən sizə demişdim ki, what time soruşanda bizdən nəyi soruşur yoldaşlar? What time ilə when-in fərqini necə qeyd eləmişdik? Kimin yazında qalıb demişdim. Sizə yazdırmışdım what time, when, how long, how often və fərqlərində demişdim. Nə idi fərqləri? Unutmuşsunuz şey. What time dəqiq zaman idi. Deyəsən when qeyri-dəqiq.
Ay sağ ol. Benim bütün zamanları. Benim bütün zamanlar demiştik. Qeyri dəqiq yox. Amma what time-a dəqiq zamanlar. Düz deyirsən. Bəs mən sizə demişdim axı bu qaydanı unutmayın. Çünki mətndə bununla çatışdıra bilərlər. Deyir ki, Fame Hotel öz qapılarını qonaqlara rəsmi olaraq nə vaxt açmışdı? Hansı tarixdə açmışdı? Yox idi. Üçdə soruşur ki, what's the price for staying one night at the Fame Hotel? Fame Hoteldə bir gecə qalmağın qiyməti nə qədər idi? Yox idi. What kind of food or meals does the guest staying in the Einstein Syndrome to get to eat? Einstein otağında, Einstein temalı otaqda qonaqlar hansı tip qidalardan qidalanırdılar? Hansı tip qida yeyirdilər? Əslində bayaq qeyd etmişdik ki, Einsteinin otağında nə idi? Cabbage soup, kələm supu. Cabbage sözünün də mənası kələmdir. Bilmirsə bunu da qeyd edeyim. 4-ün cavabı var. 4-ü götürürəm. 5-ə baxaq. Who was the first guest that stayed at the Fame Hotel? Deyir ki, Fame Oteldə birinci qalan qonaq kim idi? Bu haqda mətndə məlumat yox idi. 5-i çıxıram. Düzgün cavab olacaq onda 1-lə 4. Mətndəki sual hamıya aydındır. Bütün suallar. Arada bir səssiz gəlsin də özümü tək hiss edirəm burada. Bəli, aydın. Aydınsa keçək leksik, qrammatik suallara. Baxaq 11-ci suala. 11-ci sual tərcümə ilə bağlı bir sualdır və məntiqi sonluğun tamamlanmasıdır. Məntiqi sonluqda demişdik ki, ya 4-ü müsbət 1-i mənfi olacaq, ya da 4-ü mənfi 1-i müsbət olacaq. Baxaq, deyir ki, those who stay away from people, insanlardan uzaq duranlar. A-da deyir ki, very sociable, çox sosialdır. Bu oldu müsbət. Can talk for hours, saatlarla danışa bilər. Bu oldu müsbət. Bu nədir? Gemini hardan çıxdı? Neysə. B oldu müsbət. C-yə baxaq. Take part in social events. Sosial eventlərdə iştirak eləyir. Bu oldu müsbət. Have a great time number of friends. Deyir ki, çoxlu dostlarla yaxşı vaxt keçirir. Bu da oldu müsbət. Onda deməli Y-miz mənfi olacaq. Are usually shy. Shy utancaq. And have low self-confidence və az özgüvənlidir. Self-confidence özgüvən deməkdir. Y variantı oldu mənfi. Bir dənə fərqlənən cavabımız Y idi. Deməli cavab olacaq Y variantı. 12-yə baxıram. Yazılıb ki, the tornado struck with such great force. Tornado deyir elə qüvvə ilə gəlmişdi ki. A variantında deyir ki, that it wasn't nearly felt. Yaxınlarda hiss olunmamışdı. A variantı müsbət. B variantında deyir ki, so the houses weren't damaged. Evlər zərər görməmişdi. B variantı oldu müsbət. Deməli cavabımız mənfi olmalıdır. That the children continued their playing. Uşaqlar deyir oynamağa davam elədilər. Bu da oldu müsbət. That it lifted automobiles off the ground. Avtomobilləri deyir yerdən göyə qaldırmışdı. Tornado elə qüvvə ilə gəlmişdi ki, avtomobillər yerdən göyə qalxmışdı. Bu mənfidir. Cavabım avtomatik çıxdı ki, D variantıdır. Görək Y də müsbətdir. That the people weren't frightened. İnsanlar deyir heç qorxmadılar. Bu da oldu müsbət. Buradan yazıram, siz də qeyd edin. To be frighteneddır. Bir də to be afraid of'dur. Bu ikisi də qorxmaq deməkdir. Amma əgər olsa ki, to frighten, to be siz, bu olur qorxutmaq. Siz necə fərqləndirə bilərsiniz? Məsələn, deyirsən ki, I am frightened by somebody. Kimsə tərəfindən qorxuduldum. Amma desən ki, I frighten, mən qorxutdum, tutaq ki, dostumu. Bu olacaq qorxutmaq. Qorxmaqla qorxutmağın fərqi də budur. Sonra baxırıq 13-cü suala. 13-cü sualda blissful sözünün mənası minnətdar deməkdir, minnətdar.
Müsbət mənada işlənir yəni. Müsbətdə işlənirsə mənfiləri çıxacağıq. Müsbət olan bizim cavabımız olacaq. Baxırıq A-ya. A-da deyir ki, even attempted to harm to his sister. Hətta deyir bacısına zərər verməyə cəhd göstərmişdi. Bu oldu mənfi. He made all the room mess. Bütün otaqları deyir dağıtmışdı. Mənfi. C-də deyir ki, did a favor numerous children. Çoxlu uşaqlara qarşı nə etmişdi? Yaxşılıq eləmişdi. To do a favor yaxşılıq eləməkdir. C variantı müsbət. His rage was known especially. Yoldaşlar, rage sözünün mənası qəzəb deməkdir. Qəzəb və yaxud da əsəb. Onun deyir qəzəbi xüsusilə tanınır. D variantı mənfi. Some friends start to detest him. Detest də nifrət eləməkdir. Əgər bilmirsə qeyd eləyin. Hətta deyir bəzi dostları ondan nifrət eləyir. Bu da oldu mənfi. Cavabım müsbət olandı. Cavab olacaq C. Sonra baxırıq 14-cü suala. 14-cü sualda useful sözünün mənası əlverişli deməkdir. Deyir ki, əlverişlidir. Nə? A-da deyir ki, mobil telefonlardan asılı olmaq. Mənim cavabım müsbət olmalıdır. A getdi. Not to obey your parents' phones. Obey nə deməkdir? İtaət etmək. Valideynlərinə itaət etməmək deyir. B oldu mənfi. To be a failure, uğursuz olmaq. Failure uğursuzluqdur. C variantı da mənfi. D-də yazılıb ki, avoid eating junk food. Junk food nə deməkdir? Junk foodla buradan yazıram fast food. Sinonimdir. Amma avoid nə deməkdir? Qaçınmaq, uzaq durmaq. Fast fooddan uzaq durmaq əlverişlidir. Cavab olacaq D. Çünki D variantı müsbət. D-yə baxaq. To make fun at your relatives. Yəqin ki, aranızda bunu götürənlər var. To make fun at somebody kimlənsə məzələnmək deməkdir. Siz yəqin ki, bunu əylənmək mənasında götürmüsünüz. Amma to make fun at somebody olanda, burada at olanda kimləsə məzələnmək olur. Qohumlarından məzələnmək bu mənfi bir şeydir. Ona görə cavab Y deyil, cavab D'dir. Baxırıq 15-ci suala. 15-ci sualda sözləri sinonimlərlə əvəz edirik. Definition'la daha doğrusu. Versatile sözünün mənası çoxşaxəli deməkdir. Çoxşaxəli, çoxfunksiyalı. Diligent, zəhmətkeşdir. Mən həmişə uşaqlardan diligent sözünün mənasını soruşanda mənə deyirlər ki, ağıllı. Ağıllı sözü intelligentdir. Bununla diligent'ı qarışdırmırsınız. Bu ağıllıdır. Amma diligent zəhmətkeşdir, yadınızda qalsın. Bircə dəqiqə üzrü sayın. Davam edək. Deməli, dedik ki, diligent zəhmətkeşdir, intelligent ağıllıdır. Bunları bir-birindən qarışdırmırsınız. Və ambiguous sözünün mənası uşaqlar qeyri-dəqiq deməkdir, aydın olmayan. İndi bir-bir uyğunlaşdıraq. A-da deyir ki, showing great care and effort in completing tasks. Hər hansısa bir tapşırığı yerinə yetirəndə çoxlu efor və diqqət göstərən. Məncə bu heç birinə uyğundur, zəhmətkeşə uyğundur. 2-yə gedəcək A variantı. Sonra baxaq. Able to adapt or be adapted to many different functions. Çoxlu deyir müxtəlif funksiyalara və yaxud da aktivitelərə uyğunlaşa bilən. Onda bu nə olacaq? Çox şaxəli. 1-ə gedəcək B. 3C variantında not clear-dən tuturam. Aydın olmayan, having more than one possible meaning. Mümkün olan bir mənadan daha çox mənası olan. Onda bu nə olacaq? Qeyri-dəqiq. 1B, 2A, 3C belə bir cavabımız var. D variantı. Görək o birlərə nə gedir? Unchanging and predictable, dəyişkən olmayan və proqnozlaşdırıla bilən, orijinal olmayan, bu heç birine uyğun deyil. Quick to learn and understand new things, yeni şeyləri daha tez öyrənən və başa düşən, bu da heç birine uyğun deyil. Cavab olur Y.
16-cı sual passive voice ilə bağlı bir sualdır. Biz əslində passive voice-u keçməmişik, amma gəlin yenə də baxaq. Ümumiyyətlə uşaqlar, passive voice nə deməkdir? Cümlənin tamamlığını gətirib mübtəda rolunda çıxış elətdirə biliriksə və feilimiz təsirlidirsə, bu olur passive voice. Feilimiz təsirli demək nə deməkdir? Passivin birinci göstəricisi təsirli feilin olmağıdır. Təsirli feil nəyi sualına cavab verir? Əgər feilin nəyi sualına cavab verə bilmirsə, həmin feil passivdə işlənə bilməz. Məsələn, atıram, to buy feili, almaq. Deyirsən ki, nəyi sualına cavab verir də, düzdür. Deməli, mən to buy-ı passivdə işlədə bilərəm. Tutaq ki, deyirəm ki, he buys new things. O yeni şeylər aldı. Bu cümlənin mübtədası he-dir. Xəbəri buys-dır, tamamlığı new things-dir. Mən də bayaq qeyd elədim ki, passive voice-də tamamlıq gəlir, mübtədanın vəzifəsində çıxış eləyir. Nə deməkdir? Elə ki, deyəcəm ki, yeni şeylər onun tərəfindən alındı. Olacaq, new things. Baxıram ki, cümləm hansı zamandadır? Cümləm indiki sadə zamandadır. İndiki sadə zamanda da to be feilini təsnif eləyəndə necə təsnif edirik? Əmizar şəklində. New things cəm isimdir. Cəm isimi nə ilə işlədəcəm? Are-la. New things are. Feilim keçəcək üçüncü formasına. To buy feilinin birinci forması to buy, ikinci və üçüncü forması bought-dur. Elə ki, to be üstəgəl feilin üçüncü forması. Üçüncü forması hansıdır? Bought. Olacaq, new things are bought. Onun tərəfindən. By him. Bu oldu passivdə. İndi gəlin baxaq bu cümləyə. A variantında the council has approved. Buradan ilə tuturam ki, səhvdir. Çünki biz keçən dəfə də qeyd eləmişdik ki, indiki bitmiş zamanda əgər cümləni passivə keçirmək istəyirəmsə, həzlə feilin üçüncü formasının arasında bir dənə bin olmalıdır. Bəs bu həzlə üçüncü formanın arasındakı bin hanı? Yoxdur. A variantı getdi. B variantında ümumiyyətcə to be-nin təsnif forması yoxdur. B variantı mübtədəyə verilmiş bir sualdır. Burada mən əmizar, was were, have, has, been belə bir şey görmürəm. Yoxdursa passiv də yoxdur. B variantı getdi. Baxıram C-yə. What is causing the delay? Cümləm indiki davam edici zamandadır. Sadə indiki davam edici zamandır. İndiki davam edici zamanı passivə çevirəndə əmizar, am, is, are, üstə gəlsin being, üstə gəlsin were şəklində olur. Amma burada sadəcə is və ing-li feil şəklindədir. C variantında passiv yoxdur. Belə izah eləyəndə sizə çətin gələ bilər, çünki biz passivi keçməmişik. Bugün negativi keçəcəyik. Passivi gələcək dərslərimizdə keçəndə daha yaxşı oturacaq, yəni narahat olmayın. C-yə baxaq. Daha doğrusu D-yə baxaq. D variantım gələcək zamandadır. Gələcək zamanda passivi isə will-lə shall, üstə gəlsin be, üstə gəl wait şəklində olur. Burada sadə gələcək zamandır. Passiv yoxdur. D variantı getdi. Baxaq Y-yə. Was the task complete nə deməkdir? Tamamlamaq. Deyirəm ki, nəyi tamamlamaq? Tapşırığı tamamlamaq. Və burada was da var. Köməkçi feilim var. Daha doğrusu to be-nin təsnifi var. Feilin üçüncü forması var. Mübtədam var. Düzdür? Bunu mən sadə hala çevirsəm, daha doğrusu təsdiqə çevirsəm, necə olacaq? The task was completed. Düzdür? Tapşırıq yerinə yetirildi. Kimsə tərəfindən. Kim tərəfindən olduğunu bilmirəm. Cavab olacaq Y variantı. Cümləm keçmiş sadə zamandadır. Keçmiş sadə zamanda da was were üstə gəlsin, were şəklində olur. Cavab olur Y. Burada niyə passiv çoxdur? Eybi yox, baxaq. Baxıram 17-ci suala. 17-də soruşur ki, hansı cümlə passivə keçə bilməz? Əgər sizdən soruşsa ki, passivdə olan cümləni seç və yaxud da hansı cümlə passivə keçər, keçə bilməz, birinci baxmalı olduğumuz şey feilin təsirli və yaxud da təsirsiz olmasıdır. O dəqiqədə yadımıza nə düşəcək? Nəyin sualı düşəcək yadımıza? İndi baxaq. Birinci variantda deyir ki, she slept for 8 hours. Mənim feilim nədir? Yatmaq. Mən yatmaq feilinə nəyi sualını verə bilirəm? Verə bilmirəm. Əgər bilmirəmsə, təsirsizdir, passivə keçə bilməz.
Eğer bizden keçə bilməyəni soruşursa, onda biri götürürəm. Bir var. Sonra baxıram 2-yə. Arrived feilim. Arrived nədir? Çatmaq. Çatmaq deyəndə mən nəyi sualı verə bilirəm? Verə bilmirəm. Təsirsiz feil. Passivə keçməz. 1-lə 2 passivə keçmir. 3-ə baxaq. Explain. İzah eləmək. Nəyi? The difficult concept. Çətin konsepti. Explain feili nəyin sualına cavab verə bilir, düzdür? Cavab verə bilirsə passivə keçə bilir. 3-ü çıxdıq. The team will complete. Complete nə idi? Tamamlamaq. Deyirsən ki, nəyi? Proyekti. Nəyi sualına cavab verirsə passivə keçəcək. 4-ü çıxıram. 5-ə baxırıq paint. Paint rəngləmək, çəkmək. Deyirsən ki, nəyi? Beautiful portrait. Tamamlığım var, təsirli feilim var. 5 də passivə keçir. Bizdən keçə bilməyəni soruşursa, cavab olacaq 1-dən 2. Təxmini tutursunuz passivin tempin. Belə izah eləyəndə aydın olur sizə. Okey. Sonra baxırıq 18-ci suala. 18-də bax, bizdən soruşur. Choose the correct sentence in passive voice. Passivdə olan cümləni seç deyir. Passivdə olan cümləni seç deyirsə, necə dedik? To be-nin təsnifi üstəgəlsin V3 şəklində olacaq. Hər zaman da bir cür olurdu, düzdür? Birinci suala baxıram ki, birinci cümləyə baxıram ki, həzim var, has approved, has üstəgəl V3 şəklindədir. Cümləm indiki bitmiş zamandadır. Bitmişdə dedik ki, passiv necə olur? Has, have və yaxud da had keçmişdədirsə. Üstəgəl bin, üstəgəl V3 şəklində olur. Birincidə bin yoxdur. Deməli, bir passivə keçmir. Daha doğrusu passivdə deyil. Sonra baxırıq 2-yə. By whom was the book written? Was var. Oy, üzüldü sayın. Was var. To be-nin təsnifi var. Feilin 3-cü forması var. Sonra feilə sual verirəm. Write, yazmaq. Deyirsən ki, nəyi? Kitabı. 2 passivə keçib. 2-ni götürürəm. Sonra baxıram 3-ə. Why have the documents not been reviewed yet? Review nə deməkdir? Yoxlamaq, nəzər keçirmək. Deyirsən ki, nəyi yoxlamaq? The documents, dokumentləri yoxlamaq. Sonra passivin yoxlayıram ki, düzgün yazıblar. Have-im var, been-im var, feilin 3-cü forması var. 3 passivdir. 3-ü götürürəm. Sonra baxırıq 4-ə. Handle nə deməkdir? Öhdəsindən gəlmək. Ümumiyyətcə, öhdəsindən gəlmək nəyi sualına cavab vermir. Plusdakı cümləm gələcək zamandadır. Gələcəkdə də bayaq qeyd elədim ki, shall will üstəgəlinsin V3 şəklində olur. Daha doğrusu be sonra V3 şəklində olur. Heç be də yoxdur, V3 də yoxdur. 4 passiv deyil. 5-ə baxırıq. Has the project been completed? Completed bayaqdan 3-cü dəfə deyirik. Tamamlamaq. Deyirsən ki, nəyi? Proyekti tamamlamaq. Hansı zamandadır? İndiki bitmişdi. İndiki bitmişdə necə olurdu? Has been üstəgəlsin V3 şəklində. 5 passivdir. Cavab olacaq 2, 3, 5. B variantı. Müəllimə, bin həzdən ayrı işlənilə bilir. Sualda ayrılır. Ancaq sualda ayrılır. Bunun təsdiq versiyası bilirsən necədir? Buradan yazın bax. Bu normalda bu cümlə belədir. The project has been... Yazmadı bu. Deyəsən qələm getdi. Hə. The project has been completed. Təsdiqi budur. Həmişə yadınızda saxlayın ki, həmişə cümlədə həzdən bin bir-birindən ayrılır. Bu will be-yə də aiddir. Əgər olsa ki, the project will be completed. İndi bunun sualı necə olacaq səncə? Bir-birindən ayrılmalıdırsa, sual verəndə necə olacaq? Will gələcək cümlənin əvvəlinə. Bir dənə will atırsan cümlənin əvvəlinə. Will qalır yerində. Olacaq will the project be completed. Aydın oldu. Bayaq sualı verən kimi idi. Kənan, sən idin? Bəli, mən. İndi başa düşdün necə olur? Bəli. Amma inkarda ayrılmır. Bura bir dənə not artırırsan. The project has not been completed. Sonra baxaq 19-cu suala. 19-cu sualın qaydasını bugün keçəcəyik. Negativ sentence, inkar cümlələri. Negativi əslində az-çox bilirsiniz. Qaydaları, daha doğrusu testlərin üstündə izah eləmişik. Yenə də baxaq.
Bir de deyir ki, she didn't understand the instructions. İnkarımı yarattı, didn't. So she made a mistake. Yok, bir dənə inkar var, o da didn'tdır. Bir negativdir, biri götürürəm. Sonra baxıram ikinci suala. They haven't decided whether to go on vacation yet. İkinci cümlədə inkarı bir dənə yaratan haven'tdır, notdur. İkini götürürəm, iki passivdədir. Üçdə mənim gözümə o dəqiqə girən cümlənin sonundakı to'dur. Biz bilirik ki, inkar cümləsinin sonunda heç vaxt to işlənməz. Üçü çıxdıq. Üçü götürmürük, üç negativ deyil. Dördə baxıram. Yadınızda saxlayın ki, inkar cümlədə heç vaxt also işlənməz. Dördü çıxırıq. Beşə baxaq. We couldn't find. İnkarımı yarattı couldn't. To the problem despite our best efforts. Yox, bir dənə inkar var, o da bu not hissəciydi. 5-i götürürəm. Cavab olacaq 1, 2, 5 Y variantı. Bunu bugün yay qrupuna da atmışdım. Telegram qrupuna. Baxaq 20-yə. 20-də deyir ki, tərcümə ilə bağlı bir sualdır. I am thinking of adopting a pet from the shelter. Sığınacaqdan pişik balası götürməyi düşünürəm. Bu da deyir ki, that sounds like a big responsibility. Deyir, o, böyük məsuliyyət kimi səslənir. Ben görək cavabında nə deyir? True, but make sure you are ready for the commitment. Amma deyir ki, əmin ol gör, sən öhdəliyə hazırsanmı? Deməli, bura Anna'nın dediyi yerə elə bir şey qoymalıyam ki, bu B'nin cavabına uyğun gəlsin. Baxaq A'ya. You should consider how much time and effort it takes. Deyir ki, sən nəzərə almalısan ki, o nə qədər vaxt və effort tələb eləyir. Amma bunu götürmək istəyən Anna daxı bu sözü Anna deyə bilməz. A variantı getdi. Deyir ki, I know, but pets bring so much joy and companionship. Deyir ki, bilirəm. Amma ev heyvanları yoldaşlıq və əyləncə gətirir özü ilə. Bu da cavabında deyir ki, düz deyirsən, öhdəlik üçün hazır olduğundan əmin ol. B variantı uyğundur. B-ni götürək, o birisilərə baxaq. There are many cute pets in the shelter. Deyir ki, sığınacaqda çox qəşəng ev heyvanları var. Bu cümlə ilə uyğun gəlmir axı. Məsuliyyət tələb eləyir sözündən uyğun gəlmir. C variantı getdi. Cümlələr arasında məntiqi ardıcıllıq olmalıdır. I would never adopt a pet from a shelter. Mən deyir, heç vaxt sığınacaqdan ev heyvanı götürmərəm. Axı götürmək istəyən Annadır, bu sözü o deyə bilməz. Deyə getdi. Adopting a pet is a bad idea. Pis fikirdir, bunu da Anna deyə bilməz. Cavab olacaq B. 20 dənə sualdan qaranlıq qalan, başa düşmədiyiniz sual oldu. Biraz təsdirdə qala bilər, onu zaten keçəcəyik. Amma belə hamısını başa düşdünüz. Bəli, müəllim. Okey, onda aydındırsa, chatdan Tensorforms'dan olan səhvlərimizi yazın, səhvlərimizə baxaq. Səhvlərimizə 60-dan 100-ə kimi vermişdim. Səhvlərimizə baxaq, sonra inkar cümlələrini keçəcəyik. İnkar cümlələrini də keçək, ondan sonra sözləri soruşacağım. Keçən dəfə də soruşa bilmədim. Dərsimiz keçən dəfə çox uzandı deyə. Siz səhvlərinizi yazın, mən PDF açana kimi. Keçən dəfə zaman uzlaşmalarını yaxşı öyrənməmişdiniz. İnşallah bu dəfə hazırsınız. Yazın səhvlərinizi bir dəqiqəyə başlayaq.
Başa düşmədim. Niyə heç kim səhvini yazmır? Yazmamışsınız tapşırığı. Yazmışsınız. Başlayaq 62-dən uşaqlar yazana kimi. Birincisi 62 idi səhv eləmirəmsə. Deməli, 62-ci sualda birinci cümlədə mənə yol göstərən söz at 7-dir. Əgər dəqiqlik bildirən zaman varsa, mən sizə demişdim ki, söhbət keçmiş sadə zamandan gedir. Keçmiş sadədən gedirsə, avtomatik C ilə D variantını çıxıram. Çünki hər ikisi bitmiş zamanlardır. Qalırıq A, B və Y variantlarının arasında. Sonra baxırıq ikinci tərəfə. Deyir ki, Dr. Manson went out of the hotel at 7. Saat 7-də oteli tərk elədi. Maşın onu gözləyirdi. Maşın onu gözləyirdi deyirəmsə, necə olacaq? The car was waiting. Maşın onu gözləyirdi. Davam edici zamanda. Y variantını çıxıram. Had waited. Maşın onu gözləmişdi demirik ki, gözləyirdi deyirik. Qalırıq A ilə B-nin arasında. A ilə B-də. Deyir ki, o maşına mindi. He got in. Və aeroportu tərk etdi. Onda necə olacaq? Got and left. Cavab olacaq A variantı. Siz bura götürüb got, buraya götürüb had left yaza bilməzsiniz. Çünki onda məntiqə ardıcıllıq pozulur. O maşına mindi və aeroportu tərk etmişdi. Demirik ki, aeroportu tərk etdi. Cavab olacaq A variantı. Aydındır Kənan? Bəli, müəllimə. Əndə fikir verməmişdim orada, ona görə. Okey. Sonra baxırıq 63, 67-yə. Baxaq görək 63-ə. 63-də cümlə başlayan kimi baxıram ki, cümləm keçmiş zamandadır. Keçmişsə keçmişlə uzlaşdıraq da. Keçmişlə uzlaşdırıramsa B variantı getdi, həz indiki zamandır. A variantı getdi, həz indiki zamandır. Qalırıq digər variantların arasında. Heç yenə də qalmırıq. Çünki burada never var. Əgər never varsa orada ikinci bir inkar ola bilməz. D variantı çıxdı. Had not var burada. Bir cümlədə iki inkar ola bilməz. Qalırıq C ilə Y-nin arasında. Deyir ki, mən əmin idim ki, o məni heç daha əvvəl tərk eləməmişdi. Burada before var. Before mənə göstərir ki, söhbət keçmiş bitmiş zamanla gedir. Daha əvvəl tərk etməmişdi. Onda necə olacaq? C variantı. Tərk eləməmişdi, yox, daha doğrusu orada olmamışdı. Would keçmişə nəzərən gələcək zamandır. Onu götürüb before-la uzlaşdıra bilməzsiniz. Cavab olur C. Sonra 67 var idi, yoxsa 65? Mən baxım. Kimin sualında aydın olmayan qırılma olsa desin. 67, 71. Baxaq 67-yə. 67-də mənə yol göstərən söz buradakı for a week-dir. For plus zaman bildirən söz biz bilirik ki, hansı zamandır? Bitmiş zamandır, düzdür? Bitmiş zamandırsa B variantını çıxıram. Özdə ki, B-də uzlaşma da pozulub. Is indiki zamandır, were keçmiş zamandır. B variantı getdi. Sonra baxaq görək başqa uzlaşma pozulan variant var. Başqa uzlaşma pozulan. Yoxdur. İkinci tərəfdə for plus zaman bildirən söz var. Plus da ki, biz onu uzlaşdırırıq mail ilə, düzdür? Əgər bunu mail ilə uzlaşdırıramsa, tək xəbər olmalı. Çünki mail təkdədir. Həvləri çıxıram. A variantı getdi, həv cəm xəbərdir. C variantı getdi, həv cəm xəbərdir. Qalırıq D ilə Y-nin arasında. D ilə Y-də yenə söhbəti var, passiv söhbəti var. Deyir ki, o maili yoxluyurdu. Hansı ki, bir həftədir cavablanmamışdı. Mail özü cavablamır ki, kimsə tərəfindən cavablanır. Onda həzlə və üçün ortasında nə olmalıdır? Bir dənə bin olmalıdır. Çünki cümlə passivdədir. Cavab olacaq nə? Y variantı. Aydın oldu.
100% yenə passiv söhbətinə baxmamısınız. Üçünüzdə də eyni səhvdir çünki bu. Kənan, Seyid Muhammed, Aytekin. Üçünüzdə də aydındır. Bəli, aydındır. Okey. Baxaq 71-ə. 71, 74, 75. 71-də cümlə başlayan kimi görürəm ki, cümləm keçmiş zamandadır. Keçmişdədirsə, indiki zamanda olan modalları çıxırıq. Daha doğrusu, çıxırıq indikiləri. A variantında must həmişə indiki zamanda işlənir. A getdi. B variantında can də indiki zamandır, have də indiki zamandır. B variantı getdi. Sonra başqa yoxdur. Başqa soran biz keçən dəfə demişdik ki, was not be able to olur. Burada to'su da yoxdur, be'si də yoxdur. D getdi. Sonra C'də də was not able to olmalıdır. To'su yoxdur. C getdi. Yerdə bir dənə qaldı Y variantı. Cavab olur Y. Couldn't to ilə işlənmir. Nöqtələrdən sonra burada to yoxdur. İkinci tərəfdə had to'nun to'su özündədir. Bir problem yoxdur. Cavab olur Y. Modalları hələ keçməmişik deyə yəqin ki, qarışdırırsınız. Baxırıq 74-də. Last plus zaman bildirən söz hansı zaman idi? Hər dəfə deyirəm, yenə unudursunuz. Last üstəgəl zaman bildirən söz hansı zamandır? Keçmiş sadə. Niyə yadımızdan çıxır? Keçmiş sadə zamandadırsa, keçmiş sadə olmayanlara çıxıram. Olmayan hansıdır? B variantında had üstəgəl B3 bitmiş zamandır. Had üstəgəl B3 bitmiş zamandır. Qalırıq digər variantların arasına. Görək uzlaşmayan varsa uzlaşmayan da çıxaq. Uzlaşmayan variant yoxdur. Last Sunday I met a friend. Keçən bazar deyib bir dənə dostumla qarşılaşdım. Hansı ki since be school məktəbdə olandan bəri görməmişəm. Yəqin ki, belə bir şeydir. Məktəbi tərk eləyəndən bəri görməmişəm. Görək onda necə olacaq? Görməmişəm. Ortada since var. Bitmiş zaman olmalıdır ortada. Görək bitmiş olmayan varsa onu çıxaq. Y variantında ortadakı didn't see. Sadə zamandır. Y getdi. Sonra A variantı uzlaşmır. Heç bunu görməmişik. Have indiki zamandır. Bunlar keçmiş zamanlardır. A da getdi. Çıxdaş eləyəndə cavab öz-özünə çıxdı. Cavab olur C variantı. Sonra baxaq 75-ə. 75-də əgər cümlənin sonunda eni varsa, deməli enidən əvvəl inkar olmalıdır. İnkar olmalıdırsa B gedir, təsdiqdir. C gedir, təsdiqdir. Sonra baxırıq nəyə? Baxırıq uzlaşmayan variant varmı? Var. Sonra burada have indikidir. Found keçmiş zamandır. D variantı getdi. Qalırıq A ilə Y-nin arasında. Əslində yenə də qalmırıq. Bu gün inkarın qaydasında keçəcəyik ki, eyzədən əvvəl həmişə inkar olmalıdır. Çünki eyzə inkar cümlənin sonunda işlənir. İnkar olmalıdırsa A variantını çıxıram. Cavab olacaq Y. Bir də ki, sizə 2 dənə feil yazdırıram. Biri to find feilidir. Biri də to found feilidir. Bunları qarışdırmayın. Find feili tapmaq, təsirli feildir. Deyirsən ki, nəyi tapmaq və qaydasız feildir. Olacaq found, found. İkinci və üçüncü forması. Bu feilləri uşaqlar həmişə qarışdırır. Bu V2-dir, bu da V3. Burada yazaq V1. Amma bu found feili əsasını qoymaq deməkdir. Əsasını qoymaq qaydalı feildir, amma təsirsizdir. Qaydalı nə deməkdir? İD ilə düzəlir ikinci, üçüncü forması. Olur found did. Buradan da yazaq əsasını qoymaq. Buraya yazıram təsirli. Birinci yazdırdığım təsirlidir. Buradan yazıram təsirsiz. Deməli, bu təsirlidirsə, bu məchulda işlənəcək, amma bu məchulda işlənə bilməyəcək. Məsələn, deyirsən ki, tapmaq nəyi? Tutaq ki, deyirsən ki, mən qələmimi tapdım. Mən tapdım. Deyirsən, nəyi tapdın? Qələmimi tapdın. Bu məchula keçə bilir. Amma əsasını qoymaq. Tutaq ki, deyirsən ki, məhəllədə yeni zalın əsası qoyuldu. Əsasını qoydular. Amma deyə bilmirsən axı nəyi əsasını qoymaq. Deyə bilmirsənsə məchula keçmir. Bu 2 dənə feili yadınızda saxlayın. İstəyirsə screen eləyin, yadınızdan çıxmasın. Çünki find ilə found uşaqlar həmişə qarışdırırlar.
Soram 75-dən 74-də yenidən baxa bilərik müəllimə. baxaq, nəyimi Orada seçməliyəm? since-də bir tərəfdə indiki bitmişlə, bir tərəfdə də keçmiş sadə olmalı deyildi. Buradakı since bilsən hansı sincedir? Bəri mənasında işlənən zaman bildirən sözdür. Zaman bağlayıcısı deyil. Bax, məsələn, deyir, bura biz nə qoyduq? Since you left düzdür. Düzdür də, elə həmin since-dən də düz gedir də. Sən deyən qaydana. Since-in sağ tərəfi nə olur? Sağ tərəfdə present perfect, yəni indiki bitmiş. Elə ona görə səhv deyirsən də, Kənan. Sağ tərəfində keçmiş sadə zaman olur. Sol tərəfində amma Sol tərəfində present perfect olur. bitmişlər olur burada. Bəli. İndi başa düşdün? Bəli, Bax, sağ bəli. tərəfində keçmiş sadə, sol tərəfində də bitmiş. Elə həmin sinuslə də düz gedir. Sonra neçəyə dedik? 76. 76-dan sonra 79, 80. Baxaq 76-ya. 76-da cümlənin əvvəlində when gəlib. Görək when-dən sonra bitmiş zaman varmı, yoxdur. Uzlaşmayan variant var. Baxın, C variantında by indiki zamandır, amma new keçmiş zamandır. C variantın çıxdı, birində onu gördüm. Görək başqa uzlaşmayan variant varmı, yoxdur. Baxaq. Onda yəqin ki, tərcümə ilə gedəcək, çünki cümlənin sonunda before var. Before bayaq qeyd elədik ki, hansı zamanda işlənir? Bitmiş zamanda işlənir. Üçüncü tərəfin bitmiş zamanda olmalıdır. Baxaq, üçüncü tərəfdə yenə də hamısı bitmiş zamanda. Okey, onda tərcüməyə baxaq. Deyir ki, when I bought a ticket, mən bilet alanda, tutaq ki, A variantı ilə geçsək, I didn't know, bilmirdim ki, the film had been demonstrated in our city before. Daha əvvəl şəhərimizdə film nümayiş etdirildiyini bilmirdim. Deməli, burada passiv olmalıdır. Niyə? Çünki film nümayiş etdirilir kimsə tərəfindən. Film nümayiş eləmir ki, nümayiş etdirilir. Onda üçüncü tərəfdə passiv olmayanları çıxanda cavab çıxır. Bax, B variantı da passiv deyil, B-ni yoxdur. Sonra D variantı da passiv deyil, Y variantı da passiv deyil. B-ni, D-ni, Y-ni çıxanda avtomatik cavab olur Y. Bu deyəsən Aytəkinin sualıydı. Aydın oldu Aytəkin? Yox, Ləmanın sualıydı. Mənim sualım idi mənim. Başa düşdün Ləman niyəsin? Mənim başa düşdüm. Tamam, sonra baxaq 79-80-ə. %79'da lately var. Lately'ni biz bitmişdə görmüşdük də. Bunu niyə səhv yazırsınız ki? Əgər lately bitmişlə işlənirsə, son zamanlarda B-ni çıxıram, so keçmiş sadədir. Y-ni çıxıram, don't see indiki sadə zamandır. Sonra baxaq görək 79-da uzlaşmayan variantımız varmı? Əslində uzlaşmaya baxa bilmərik, çünki burada since var. Since-də uzlaşma pozulur. Onda since-lə gedək. Since-in sağ tərəfində keçmiş sadə zaman olmalıdır. Ancaq keçmiş sadə zaman olmalıdırsa, üçüncü nöqtələrin yerinə keçmiş sadə zaman olmalıdır. A variantı çıxır. Bu indiki bitmişdir. Since-dən sonra bitmiş olmaz. Əvvəl olar. Sonra baxırıq görək. D variantında çıxırıq. Çünki since-in sağ tərəfi keçmiş sadə zaman, sol tərəfi bitmişlər olmalıdır. Bunun sol tərəfi də sadə zamandır. D də gedir, cavab qaldı C variantı. Demişdik ki, since yeganə zaman bildirən sözdür ki, uzlaşmanı pozur. Bu kimin sualıydı, aydın oldu? Mənim idi, mənim, aydındır. Tamam, sonra baxırıq 80, 80, 85, 88. Baxaq 80-ə. By dinə yesterday. Dünən nahara qədər. Bu hansı zamandır? Keçmiş bitmiş zamandır da. Dünən nahara qədər bütün biznes məktubları cavablandırılmışdı. Biznes məktubları kimsə tərəfindən cavablandırılır. Kimsə tərəfindən cavablandırılırsa passiv olmalıdır. D gedir, sadə keçmişdir. B gedir, keçmiş davam edicidir. A gedir, keçmişə nəzərən gələcəkdir. C gedir, indiki bitmişdir. Mənə lazımdır, indiki, daha doğrusu keçmiş bitmişdir. Keçmiş bitmişin passivi lazımdır. O da Y variantındadır.
Passivləri qarışdırırsınız. Özü keçən dəfə sizə demişdim ki, cümləyə zamanın düz qoysaz belə tərcüməsinə bir də qayıdın baxın. Çünki tərcümə ilə zamanlar səhv çıxa bilir. Baxırıq 85-88-ə. Tərəfdədir. Deyir ki, a contract is a document. Müqavilə dokumentdir. Hansı ki imzalanır. İmzalanır kimsə tərəfindən. İmzalanırsa B gedir. Sonra başqa hansı variantda passiv yoxdur? İmzalanır dediksə C gedir. Olur is signed. Which is signed after talks are over. Nə vaxt ki danışıqlar bitir. Onda nə olacaq? D variantı da. Bu tərcümə ilə gedir. Sonra baxıq 88-ə. Benden sonra bitmiş olmaz. Birinci o qaydaya baxsaz, ikinci nöqtələrə bitmiş olmazsa, Y variantını çıxıram. Sonra baxım görüm uzlaşmayan varsa onu da çıxaq. Var. C variantında hədd keçmiş zamandır, C indiki zamandır. C-ni də çıxdıq. Sonra baxaq başqa uzlaşmayan var. Yoxdur. Gəlin tərcümə ilə baxaq. Tutaq ki, A-nı qoysaq, biz uzağa getdik. Qəflətən qırmızı avtobusu görəndə. Deyə bilərik ki, biz uzağa getməmişdik. Qırmızı avtobusu görəndə. Çox uzağa getməmişdik deyirsə, onda necə olacaq? Tərcümə ilə düzgün gəlir B variantı. Bax, məsələn, D-ni qoysaq, məntiqi ardıcılığı pozulur. Tərcümə ilə məntiqsiz çıxır. We didn't go far. Biz çox uzağa getmədik. Nə vaxt ki, qırmızı avtobusu görəndə. Çox uzağa getməmişdik olmalıdır. Cavab olur B. Görüm 88-dən sonra nə gəlir? 88, 96, 97. For üstəgəl zaman bildirən söz var burada. For plus zaman bildirən söz. Bayaqdan deyirik, hansı zaman oldu Kənan? Sənin səsində. Keçmiş bitmiş zamanda. Tək keçmiş, bitmiş yox, bitmişlərdir. For plus zaman Bəli. bildirən. Onda biz hansı variantları çıxarıq bitmişdirsə? Aynen Y gelir. Aynen Y variantını çıxdıq. Qalırıq digərlərinin arasında. Tutaq ki, deyək ki, I have been here for a month. Bir aydır ki, buradayam. İkinci tərəfdə bir dənə inkar var. Bir cümlədə iki inkar olmaz. Hansı variantı çıxırıq? D variantı. B də getdi. Qaldım B ilə C-nin arasında. Deyək ki, bir aydır ki, buradayam. Lakin harasa getməyə vaxtım yoxdur. Feilin to have a time'dır. Əgər feilin budursa, to have time'dırsa, daha doğrusu eyni səhv yazdım. Time'ın qabağında E olmaz. Feilin budursa Kənan, sən necə deyərsən? Ki, vaxtım olmayıb. Hərfədlə olacaq onda. Hədlə olacaq, ay sağ ol. Həbin biri əsas feildir, həbin biri də köməkçi feildir. Cavab olur B. Başa düşdün indi? Bəli, aydındır. Soram 97-yə baxaq. Baxaq 97-yə. Görək bizə yol göstərən söz var. Yol göstərən sözümüz yoxdur, amma uzlaşmayan variantlarımız var. A variantında həzindiki hədd keçmiş. A getdi. Sonra baxaq B variantında did keçmiş, izindiki B getdi. C-ni saxlayaq. D variantında did keçmiş, həzindiki D getdi. Qalırıq C ilə Y variantının arasında səhvləmirəmsə. C ilə Y-yə baxaq. For some time bir müddətdir ki, tutaq ki C ilə geçsək, she didn't realize, o dərk eləmir where she was, harda olduğunu və ona nə baş verdiyini. Elə cavab olacaq C. Tərcüməyə düzgün cavabımız olur C variantı. Görün başqa sual qaldı 100-ə qədər. Başqa sual yoxdur. Yoxdursa negativi keçək. Sonra sözləri soruşun. Negativ çox qısa qaydadır. Bir 10-15 dəqiqə vaxtımız aparacaq.
Görün PDF-ini atmışam. Negativi də keçək, sözləri sor. Negativi əslində testlərin üstündə sizə az-çox izah eləmişəm. Amma gəlin yenə də qaydanı bir dəfə tam şəkildə keçək, ondan da negativi yekunlaşdıraq. Çox asan qaydadır, çətin bir şey yoxdur. Biz ümumiyyətcə inkar cümlənin qızıl qaydaları deyəndə birinci növbədə demişdik ki, bir sadə cümlədə 2 dənə inkar söz istifadə olunmaz. Əgər cümlədə inkar əvəzliyi varsa, əgər cümlədə inkarda olan feil varsa, həmin cümlədə ikinci bir inkar ola bilməz. İnkara aiddir no və no'nun törəmələri. Törəmələri bilirik ki, nədir? No, no one, nobody, no və ya nothing. Bunlar törəmələridir. Sonra bunlardan əlavə orada none var idi. None demişdik. Neither var idi. Hansı ki biz none of-la neither of-u fərqləndirmişdik ki, bunların fərqi nə idi none of-la neither of-un? None of 3 və daha artıq isimlə işlənirdi. Neither of 2 dənə isimlə işlənirdi. Fərqləri də buydu. Sonra törəmələrdən sonra of-un işlənməməyin zaten qaydaları keçəndə quantifier'də demişdik. Kəmiyyət bildirən sözlərdə demişdik ki, törəmələrdən sonra ümumiyyətcə tək no-dan yox, törəmələrdən sonra of işlənməz. Bu digər qayda. Sonra demişdik ki, törəmələrdən sonra isim də işlənməz və törəmələrin xəbəri hər zaman təkdə olurdu. Məsələn, tutaq ki, cümlənin əvvəlində nobody varsa, nobody'dən sonra mütləq tək xəbər gəlməlidir. Is gələr, was gələr, amma heç vaxt have gəlməz, were gəlməz. Törəmələrin xəbərinin tək olmağını keçmişdik. Sonra neither of-la none of-u fərqləndirdik burada. Yenə də baxaq. Əgər cümlənin əvvəlində neither gəlibsə, təklikdə neither, of-suz gəlibsə, özündən sonra gələcək sayıla bilən tək isim xəbər də olacaq təkdə. Bunu kəmiyyət bildirən sözlərdə keçmişdik. Əgər neither of gəlibsə, qabağında mütləq təyin edici z artiklı olur, sonra gəlir cəm isim, xəbər tək olaraq qalır. Çünki neither of-un tərcüməsi nə idi? İkisindən heç biri. Biri nəzərdə tutulduğuna görə xəbər təkdə olur. Sonra none of-un. None of-un yenə ismi cəmdə olacaq, xəbəri tək olaraq qalacaq. None həm də demişdik ki, sayıla bilməyən isimlərlə də işlənir. Əgər isim sayıla bilməyənsə, zaten xəbərimiz tək olaraq qalacaq. Bu oldu neither of-la none of-un fərqi. Buradan yenə də yazırıq ki, neither of 2 isimlə, none of isə 3 və daha artıq isimlə işlənir. Sonra baxırıq qeydə. Qeyddə deyir ki, neither İnkar və təsdiq cümlədə cümlənin sonunda istifadə olunmur. Və neither olan cümlədə ikinci bir inkar ola bilməz. Ümumiyyətcə yadınızda saxlayın ki, neither heç vaxt cümlənin sonunda istifadə olunmur. Neither özü inkarlıq bildirir və neither'dən sonra ikinci bir inkar ola bilməz. Məsələn, tutaq ki, she accepts the proposal neither. Cümlənin sonunda neither yazıb, səhvdir. Və yaxud da cümlədə never də var, cümlədə neither də var. Olmaz. 2 dənə inkar bir cümlədə işlənməz. Sonra samla eninin fərqini mən sizə demişdim. Yenə də buradan qısa şəkildə yazaq. Demişdik ki, inkar samdan sonra gəlir. Samdan əvvəl inkar olmaz. Bu samın qaydasıydı. İnkar plus sam olmaz. Eni də bunun tərsi idi ki, inkar enidən əvvəl gəlirdi. Bunu demək olar ki, hər dərs yazırıq. Amma enidən sonra inkar olmaz. Bura tək eni yox, sam yox, həm də onların törəmələri aid idi. Bax, məsələn, some people don't obey. Some people. Bu oldu some. İnkar gəldi samdan sonra. Deyir ki, bəzi insanlar ölkənin qanunlarına əməl etmirlər, itaət etmirlər. Sonra baxırıq eni. Eni və törəmələr də inkardan sonra işlənir. Bax, birinci inkar gəlir, ondan sonra eni işlənir. We can't solve this problem without any help. Heç bir kömək olmadan bu problemi həll edə bilmərik. Və yaxud da görürəm ki, inkar var, ondan sonra eni gəlir. İnkardan sonra en işlənər, samdan sonra inkar işlənər. Fərqləri budur. Sonra no'ya keçək. No inkar əvəzliyidir. No'dan sonra istənilən isim gələ bilər. İstənilən isim nə deməkdir? Sayıla bilən tək isim də işlənə bilər. Sayıla bilməyən də işlənə bilər. Sayıla bilən cəm isim də işlənə bilər. İstənilən isim bu deməkdir. Amma yadınızda saxlayın ki, no'dan sonra gələn ismin qabağında ümumiyyətcə no'dan sonra heç vaxt təyin edici işlənməz. Təyin edici dediyimiz artikeldir,
və yaxud da təyin vəzifəsində işlənən istənilən cümlə üzvüdür. Hansı ki, no-dan sonra o işlənməz. Ümumiyyətcə, no-of deyə bir şey yoxdur. No-dan və no-nun törəmələrindən sonra of işlənməz. Sonra elə düşünməyin ki, no inkarlıq bildirir, no-dan sonra any gələ bilər. No, any deyə bir şey yoxdur. Bunları yadınızda saxlayın. Sonra without no deyə bir şey yoxdur. Ola bilər ki, cümlədə qabağınıza çıxsın. Without no da yoxdur. No-dan sonra əslində keçən dəfə demişdim, bir more işlənə bilər. Daha başqa mənasında işlənən sifət. Bir də no az işlənə bilər, başqa. Elə ikisi də daha başqa deməkdir. Amma bunlardan başqa no-dan sonra heç bir təyinici işlənə bilməz. Haradakı gördüyünüz, tutaq ki, no e-book. Heç vaxt ola bilməz. Belə bir şey yoxdur. Elə düşünməyin ki, book sayıla bilən isimdir, qabağında article işlənməlidir, yox. Sonra no longer işlənir. No longer'də məsələn deyirsən ki, mən artıq səni gözləyə bilmərəm. I can't wait. I can wait you no longer. Və yaxud da inkarı qabağa atıb sonuna any longer eləyə bilərsiniz. Bax, burada yazılıb ki, we can stand you no longer. Biz artıq sənə dözə bilmərik. No longer'in ikisini birbaşa yazdı. Amma əgər gətirib inkarı feilə qoşsaz, axı bir cümlədə iki dənə inkar ola bilməz. İnkar varsa inkardan sonra nə işlənir? Any işlənir. Nə oldu? Any longer. Yəni fərqləri budur. Sonra yazılır ki, təyin plus mübtədə işlənən cümlənin qarşısına not artırmaqla cümləni inkara çevirmək olur. Nə deməkdir? Bax, cümləm buradan başlayır. Tutaq ki, many people expect the right decision about salary. Çox insanlar maaşla bağlı düzgün qərarın verməsini gözləyir. Mən bu cümlənin qabağına təyin plus mübtədə şəklindədir. Many təyindir, people da mübtədadır. Bu cümlənin qabağına gətirib bir dənə not artırsam, cümləm olacaq inkarda. Sonra buradakı təyin edir, article e. A person is sufficient to raise the burden. Bir insan deyir, maneə qaldırmaq üçün yetərlidir. Gətirib mən bu cümlənin qabağına bir dənə not artırsam, cümləm olacaq inkarda. Təyin plus mübtədə nə deməkdir? Burada təyin rolunda article da işlənə bilər, əvəzlik də işlənə bilər, quantifier kəmiyyət bildirən söz işlənə bilər. Həmin cümlənin qabağına gətirib bir dənə not artırsaz olur inkar. Sonra şəxsiz feillərə baxaq. Əslində şəxsiz feilləri sizə demək istəmirəm. Çünki bu kompleks obyekt dərsidir. Bunu desəm qarışdıracaqsınız. Ona görə gəlin inkar əvəzliklərinə baxaq. Deməli, inkar əvəzlikləri dedik. Neither nordur, sonra barely ordur, not either ordur, hardly or, never or, not or, no or və scarcely ordur. Ümumiyyətcə, bunların içində bir dənə neitherdir ki, norla işlənir. Yerdə qalan bütün sözlər hamısı orla işlənir. Burada no or'u niyə qırmızıya alıblar? Keçən dəfə hansınızsa mənə sual vermişdiniz ki, no or'un tərəflərində article olurmu? Bunların içində yeganə no or'dur ki, özündən sonra sayıla bilən tək isim gəlsə belə article işlənməz. Zaten biz dedik ki, no'dan sonra heç vaxt təyinici işlənmir. Baxaq. Sonra yazılıb ki, həmcin sözlərdən əvvəl inkar söz işlənsə, and bağlayıcısı orla əvəz olunur. Həmcin sözlər nə deməkdir, yoldaşlar? Həmcin sözlər cümlədə eyni funksiyanı icra edən cümlə üzvlərinə deyilir. Məsələn, deyirsən ki, stolun üstündə qələm və dəftər var. Bu cümlədə həmcin söz qələmlə dəftərdir. İkisi də eyni funksiyanı yerinə yetirir. Elə burada yazılıb. Yazılıb ki, there is a pen and pencils on the table. Stolun üstündə qələm və karandaşlar var. Cümlənin həmcin sözü pen-lə pencilsdır və ortada and işlənir. Əgər bu and işlənibsə, həmin cümləni inkara çevirəcəksənsə, and çevrilib olacaq nor. Bunu sən yaza bilərsən ki, there is not a pen or pencils və yaxud da yaza bilərsən ki, neither ilə. Nə qələm var, nə də karandaşlar var. Neither a pen nor pencils. Çevrildi oldu nor. Niyə nor oldu? Çünki biz dedik ki, neither yeganə bağlayıcıdır ki, norla işlənir. Yerdə qalan hamısı orla işlənir. Və yaxud da bu cümlə bu şəkildə idi. She has a sister and a brother. Bu şəkildə idi bu cümlə. Burada sister ilə brother ikisi də həmcin sözlər olduğuna görə, eyni funksiyanı yerinə yetirdiyinə görə inkara çevirəndə no or şəklində çevirib. Sister ilə brother'ın ortasındakı and çevrilib olub or. Bu şəkildə yadınızda saxlayırsınız ki, əgər həmcins üzvlərdirsə, ortadakı
and bağlayıcısı çevrilib olacaq nor. Sonra burada nəyə baxırıq? Şəxsiz feillərə dedik hələ ki baxmırıq. İnkar cümlədə nə işlənməz? İnkar cümlədə istifadə olunmaz. Hansı ki bugün sizə verdiyim tapşırığın içində var idi. İnkar cümlədə yadınızda saxlayın ki, to işlənməz. Ümumiyyətcə, əgər negativlə bağlı test həll edirsinizsə, o dəqiqə cümlənin sonuna baxın, görün, to bağlayıcısı var. Varsa həmin cümlə səhvdir. Sonra inkarda as well işlənməz. Also həmçinin işlənməz. Both-la both and işlənməz. Çünki bunlar hamısı təsdiq cümlələrində istifadə olunur. Sonra inkar cümlələrində əgər never varsa, heç vaxt, hardly varsa, scarcely, barely varsa, unless varsa, no və no-nun törəmələri varsa, no sooner varsa, ikinci bir inkardan istifadə oluna bilməz. Çünki zaten onlar özü inkardır. Sonra burada baxırıq without-a. Yadınızda saxlayın ki, əgər without cümlədə təklikdə işlənibsə, heç bir inkar olmadan cümlədə sadəcə without varsa, həmin cümlə inkarda sayılmır. Məsələn, deyirəm ki, mən bura icazəsiz gəlmişəm. O cümlə necə olacaq? I come without permission. İcazəsiz. Bu cümlədə inkar var? Yoxdur. Cümlənin xəbəri nədir? I come, mən gəlmişəm. İnkar deyil ki, təsdiqdədir. Without permission icazəsiz gəlmişəm deməkdir. Amma cümlədə inkar yoxdur. Amma without olan cümlədə ikinci bir inkar varsa onda çevrilə bilər. Bax, məsələn, Alex shouldn't abandon the room without permission. Bu cümləni inkara çevirən shouldn't abandon'dır. Without deyil yəni. Deyək ki, Alex otağı tərk etməməlidir icazə olmadan, icazəsiz. Və yaxud da some teachers didn't consent, razılaşmırlar. Bu cümləni inkara çevirən didn't consent'dir. Buradakı without deyil. Yəni bu şəkildə yadınızda saxlayırsınız ki, əgər buradakı kimi, mən yazdığım kimi cümlədə without təklikdə işlənibsə və ikinci bir inkar yoxdursa, həmin cümlə inkarda sayılmır. Amma əgər buradakı kimi ikinci bir inkar varsa, həmin cümlə inkardadır. Sonra baxırıq nəyə? Do, does, did cümlədə əsas feil kimi çıxış edərsə, sual və inkarı köməkçi feil vasitəsilə düzəlir və həmin köməkçi feildən sonra V1 istifadə olunmalıdır. Do, does, did'in köməkçi feil kimi istifadə olunması nə deməkdir? Mən keçən dəfə sizə bir-iki dənə feil yazmışdım. Məsələn, onların içində bir dənə to do ironing ifadəsi var idi. Demişdim ki, bəzi feillər var ki, to do ilə işlənir, bəziləri var ki, make ilə işlənir, bəzisi də var ki, have ilə işlənir. Tutaq ki, to have a breakfast, səhər yeməyi yemək. Bu orijinal feilin özüdür, yəni bizim ora gətirib do does'la, bizim bildiyimiz sual düzəldən do does'la işimiz yoxdur. Onlar orijinal əsas feillərdir. Və bu feilləri, bu şəkildə olan feilləri sual formasına çevirəndə do does did'in özündən istifadə edirdik. Məsələn, bax, he didn't do cleaning yesterday. İfadə to do cleaningdir. Əsas feilim budur. Təmizlik etmək. Keçmiş zamanda inkara çevirəndə bu didn't köməkçi feildir, hansı ki keçmiş sadənin göstəricisidir. Bundan sonra gələn do feilin özünün qabağındakı, hansı ki burada yazdığım kimi, orijinal do'nun özüdür. Və yaxud da to do something, nəsə eləmək. İnkara çevirəndə gətirib do does did'lə düzəldir. Bu birincisi köməkçi feildir, ikincisi də feilin özündəki əsas feildir. To do a favor, yaxşılıq eləmək. Bu doesn't yenə köməkçi feildir. Bu amma do əsas feilin özüdür. Bunu əslində sizlə bir dəfə fərqləndirmişdik. Sonra bu ifadələri sizə yazmışdım. Hasn't to do, haven't to do, hadn't to do, needn't to do. Sonra bu sıraya mustn't to da yazmaq olar. Hansı ki demişdik ki, ingilis dilində belə bir şey yoxdur. Ümumiyyətcə, negativ cümlələri seçəndə, seçmək deyəndə birinci cümlədə baxırsınız ki, buradakı ifadələrdən hər hansısa biri işlənibsə, həmin ifadə tamamilə səhvdir. Sonra need modal feili ilə need əsas feilin fərqləndirmişdik. Belə bu qədər uzun-uzadı yazmağa ehtiyac yoxdur. Bu qaydanı yəni oxumağımıza ehtiyac yoxdur. Buradan yenə qısa şəkildə sizə yazıram ki, modal feil need-lə əsas feil need-in fərqi nə idi? Kimin yadında qalıb? Razılaşdıq, özdə səhv eləmirəmsə skrin eləyib götürmüşdünüz. Kimin yadında? Modaldan sonra əsas Özü ilə feil düzəlirdi. işlənməlidir. Bir də Bir-bir deyin, başa düşüm.
Birinin inkarı özündən düzəlirdi. Birində isə did əlavə olunurdu. Didn't olurdu Birində, məsələn. birində hansıdır? Deməli, modal olanın özü ilə düzəlirdi. Amma ehtiyacı olmaq felində isə normal do ilə olurdu. Tək do ilə yox, hansı zamandadırsa onunla. Do, did, bəli. Aha, sonra biri bizə nəsə deyirdiniz. Modal olanda özündən sonra əsas feil tələb eləyir. Əsas olanda heç bir feil tələb eləmir. Əsas feil yox, V1 demək istədin yəqin. Bəli, V1 V1 birinci olanda forması. heç bir Deməli, gəlin demək yaxşı, feil buradan tələb. yazaq. Modal olanda malı məli mənasını verirdi. Əsas olanda ehtiyacı olmaq mənasını verirdi. Modal olanda sualın və inkarın özü düzəldirdi. Yazaq ki, sual və inkarı nidlə düzəlir. Amma əsas olanda sualı və inkarı siz dediyiniz kimi köməkçi feillərlə düzəlirdi. Buradan yazaq köməkçi feillərlə. Sonra modal olanda özündən sonra ancaq V1 gəlirdi. Əsas olanda V1-dən başqa hər şey gəlirdi. Demişdik ki, bura isim də aiddir, əvəzlik də aiddir, amma yetər ki, V1 olmasın. Məsələn, cümlənin üstündə baxsaq, she didn't purchase. İnkarın özü yaradıb, plus da ki, özündən sonra V1 gəlib. Bu oldu modal. Və bir də biz bir dənə məqam qeyd eləmişdik ki, modal feilini yalnız sual və inkarda işlənirdi. Sual və inkarda. Amma əsas feilini sualda, inkarda, təsdiqdə fərqi yoxdur. Hər şeydə işlənə bilərdi. Məsələn, burada sualda işlənir. Didn't Alex accept? Didn't gəlib, B1 gəlib. Sualın özü yaradıb. Bu modal feilinidir. Amma buradan baxsaq, she doesn't need, to plus V1 gəlib. To plus V1 gəlib və inkarın köməkçi feil düzəldibsə bu, oldu əsas feilinidir. Fərqləri buydu. Sonra birdə, bu birinci qaydada yazılıb ki, have, had, has plus isimdirsə, sualı və inkarı do-da zidlə düzəlir. Çünki biz demişdik ki, have-dən, has-dən, had-dən sonra əgər isim gəlirsə, bu malik olmaq feilidir. Normal bildiyimiz feillər kimi, yəni. Hansı zamandadırsa onunla düzələcək. Məsələn, deyirsən ki, I have a pen, sual olacaq do I have a pen. Və yaxud da I don't have good results. Bax, don't-dan sonra nə gəlib? Don't have-dən sonra daha doğrusu nə gəlib? Good results ismi birləşməsi gəlib. İsmi birləşmə gəlibsə, bu malik olmaq feilidir. Deməli, inkarı sualı nə ilə düzələcək? Do-dazın özü ilə. Amma əgər have-dən, has-dən, had-dən sonra V3 gəlibsə, bu hansı zamanın göstəricisidir? Bitmiş. Bitmiş zamanın da köməkçi feili have, has, had-in özüdür. Özüdürsə, sualı da, inkarı da özü ilə düzələcək. Məsələn, deyək ki, she hasn't known us. Has'dən, hasn't-dan sonra daha doğrusu V3 gəlib. V3 gəlibsə, bu bitmiş zamanı göstərir. Onda deməli, sualı bunun necə olacaq? Bu hasn't gələcək cümlənin əvvəlinə. Hadn't-dan sonra nə gəlib? V3 gəlib. Deməli, sualında, inkarında özü ilə düzələcək. Sualda hadn't gələcək cümlənin əvvəlinə. Sonra burada have to, has to, had to var. Yadınızda saxlayın yoldaşlar, bunlar malı məli deməkdir. Modal feildir. Modal feil have to-dur, has to-dur, had to-dur. Bunların inkarı da, sualı da do, does, didlə düzələcək. İşləndiyi zamandan asılı olaraq düzələcək. Əgər do, does, didlə düzəlirsə, köməkçi feildən sonra have to işlənməlidir. Yəni birinci formasına qayıtmalıdır demək istəyir. Bax, məsələn, she doesn't. Əgər doesn't gəlibsə, normalda she has to ilə işlənir. Amma inkara çevirəndə does-dan sonra feil birinci formasına qayıdır, olur have to. Did-dən sonra feil bilirik ki, birinci formasına qayıdır, olur have to. Bu o deməkdir. Have to, has to, had to ilə işlənirlər. Modal feildir, malı məli deməkdir. Sualı da, inkarı da do, does, didlə düzəlir. Sonra burada nə var? Has, had, have-dən sonra had-in işlənməyi. Bu da bilsiz nə deməkdir? Tutaq ki, bayaq dedimi? To have a breakfast. Orijinal feilin özü, əsas feilin özü şəklindədirsə, sualı inkarı yenə has, had, have-lə düzəlir. Tutaq ki, mən indiki bitmişdə necə deyirəm ki, mən səhər yeməyi yemişəm. Birinci gələcək I have. Bu have oldu köməkçi feil have.
Bitmiş zamanda necə düzəlir? Have üstəgəl V3 şəklində. Bu have-in üçüncü forması nədir? Haddir də, düzdür. Onda necə olacaq? I have had a breakfast olacaq. Sualında, inkarında necə olacaq? Köməkçi feil gələcək cümlənin əvvəlinə. Have I had a breakfast olacaq. İnkarında nə olacaq? I have not had a breakfast olacaq. Başa düşdünüz bunların hamısı? Çaşdırıcı məqamlar budur, başqası yoxdur. Bunlar hamısı aydındır qayda olaraq. Aydındır müəllim. Bəli, Bəli. müəllim. Okey, aydındırsa gəlin eləyək. Bu qaydadan sizə bir dənə sual vereyim. Bir dənə suala baxaq, ondan sonra keçək sözlərə. Bir də 2026-nın qəbuluna düşən bir dənə sualı sizə göstərmək istəyirəm. Çünki bayaq keçdiyim qaydanın içində elə bir şey var idi. Görüm yadınızda qalıb. 18-ci suala baxın görüm. C variantı. Gərək o birilərdən deyəcək. 26-nın qəbuluna düşür bu. C-dir, hə, düz deyirsiniz. Aytəkin 1A, 2B Bəli. yazıb, arxası gəlməyib. Onsuz 1A, 2B olduğu bir dənə variantdır. Buradakı have to, had to, has to bunlar nə oldu? Modal feil. Aha, mənası nə oldu? Yəni sualı inkarı Vallahi. düzəlsin olacaq. Malı məli oldu, sualı inkarda do, does, did-lə düzəlir. Bəli. Burada have to-dursa, sualı olacaq do ilə. Burada had to-dursa, sualı olacaq did-lə. Burada has to-dursa, sualı olacaq does-la. Bir də uşaqlar, yadınızda saxlayın ki, əgər vergül qoyubsa və sonda da sual varsa, yəni ayrıcı sualdırsa, cümləviz təsdiqdədirsə, ayrıcı sualımız inkarda olacaq. Cümləviz inkardadırsa, ayrıcı sualımız təsdiqdə olacaq. Məsələn, bu cümlələrin hamısı təsdiqdədir deyə asandır tapmaq, inkarda olur. Amma əgər tutaq ki, burada olsaydı birincidə all the students don't have to wear uniform, sizin ayrıcı sualınız olacaqdı, do they. İnkar olanda təsdiq, təsdiq olanda inkar. Have to-da olacaq don't say, 1-ə gedir A. Sonra workers-da had to-da olacaq didn't say, 2-yə gedəcək B. 3-də has to-ya olacaq doesn't she, 3-ə də gedəcək D. Düz demişsiniz, cavab olur C variantı. Qəbul sualıdır, amma çox asandır. Bir dənə şeyin içində neçə dənə qaydaya baxdıq. Bir dənə negativin özü ilə bağlı. Bir dənə testə baxaq, keçək dərsə. Sözlərə davam edək. Görüm negativ səhifə neçədədir? Negativ gəldi elə. Yirmi üçə baxın. Muhammed bir də fikirləş. Y variantı ya da D variantı arada qalır. Arada qalma, çünki
Demişdik ki, qısa cavabları olanda D olar məncə. D yox, Y olar. Qısa cavab olanda birinci köməkçi feil gəlir, sonra mübtəda gəlir. Əgər qısa cavab kimi cavab verirsə. Düzü o qaydanı ayrıca keçməmişik hələ. Amma əgər yadınızda saxlayın ki, belə qısa cavablarla cavab verirsinizsə, birinci köməkçi feil gəlir, ondan sonra mübtəda gəlir. Bu şəkildə olur. A niyə səhvdir? İnkar cümlədə olsa işlənməz. Bir cümlədə iki dənə inkar olmaz B variantında. İnkarın sonunda to işlənməz. Bunları düz çıxmısınız. Burada da didlə be-nin yerləri qarışıq düşüb. Birinci köməkçi feil, ondan sonra mübtəda gəlməli. Cavab olur Y. Bir dənəsinə də baxaq bəs. 30-a da baxaq. Otuz bir tık çətindir. D ola bilər müəllim. D. Bəli. Bir də fikirləş. Muhammed düz yazıb. Y'dir cavab. Baxın, gəlin baxaq. Bax, A variantı niyə səhvdir? İnkarda ardıcıllıq bilirsiniz necə olur? İnkar cümlədə ardıcıllıq. Birinci mübtəda gəlir, sonra köməkçi feil gəlir, sonra əsas feil gəlir. Bu şəkildə olmalıdır. Bax, mübtəda var, köməkçi feil var. Bəs mənim əsas feilim hanı? Köməkçi feildən sonra gətirib birbaşa isim yazıb bura. Olmaz. Köməkçi feil yoxdur. A variantı ona görə səhvdir. B variantında yenə köməkçi feil var, amma əsas feilim yoxdur. B-də to have something o ifadəsidir. Mark didn't have anything və yaxud da Mark didn't do anything ola bilərdi. Mark heç nə eləməyib. B variantı buna görə səhvdir. C-də iki dənə inkar var. Buradakı didn't da inkardır. Cümlənin sonunda bir dənə də no longer var. Olmaz. Bir cümlədə iki inkar olmaz. D variantı niyə səhvdir? Çünki birinci tərəfi okey. Birinci tərəfində problem yoxdur. İnkar gəlib, özündən sonra any gəlib. Ortada plus and var. Bu biri cümlədə inkar olsa da okey deyildi. Okey daha doğrusu. Biz bayaq qeyd elədik axı, eyzə necə cümlənin sonunda işlənir? İnkarın. Burada olmalıydı. Tom didn't eyzə. D buna görə səhvdir. Amma Y variantında heç bir problem yoxdur. İnkarı bir dənə couldn't yaradır. Couldn'tdan başqa ikinci bir inkar yoxdur. Cavab olur Y. Aydındır hamıya. Bəli, aydındır. Okey. İndi rekordu dayandırıram. Keçirik ən sevdiyimiz hissəyə.